Rusiyada yaşayan və Rusiya vətəndaşı olmuş Bəxtiyar Həsənov Moskvadakı Azərbaycan Milli Mədəniyyət Muxtariyyatının sədri APA'nın verdiyi məlumata görə Rusiyadan sınır dışı edilib və Rusiyanın yerli mediasının yazdığı məlumata görə o Rusiya vətəndaşlığından çıxarılmış və eyni zamanda ölkədən sınır dışı edilmiş, yəni ölkə sərhədləri içərisindən çıxarılmış. Rus mediasının məlumatına görə o güya miqrantları saxta sənədlə təmin etmək, ölkəyə gələn miqrantlara sahib çıxmaqla ittiham edilir. Düzdür, bu haqda tarama verdim. Rusiyadakı məhkəmələrin ya da hansısa bir yetkili qurumları bununla bağlı rəsmi bir qərarını tapa bilmədim. Amma bu Rus mediasında da və eyni zamanda Azərbaycanın tanınmış xəbər agentliklərində və eyni zamanda mediasında da yer alıb. Xatırladım ki, bu Rusiyanın ilk addımı deyil. Azərbaycanlı ya da qeyri-Azərbaycanlı olub Rusiyada yaşayan və Rusiyanın iç siyasətinə boyun əyməyən kəsimlərə qarşı ilk siyasəti deyil və 2024-dən başlayaraq bu Azərbaycanlılara qarşı daha da intensivləşib və açıq şəkildə əskidən də eləyirdilər, amma bunu qapalı şəkildə eləyirdilər. Amma indi açıq şəkildə bunu heç kimdən çəkinmədən bunu edirlər. Yəni bu haqda çalışacağım, Diaspora Komitəsindən də bir bilgi alım, məlumatı, xəbərlərimi hazırlayanda son dəqiqədə aldığım üçün bu haqda yəni geniş bir xəbər hazırlamaya çalışacağım. Bu arada Toplum TV işi ilə bağlı həbs edilən Ələsgər Məmmədlinin səhhəti ilə bağlı bir sorun yaranıb. Onun həyat yoldaşı Günay Məmmədli bu haqda mediaya məlumat verib. Bu həyat yoldaşının səhhətində xoşagəlməz hallar baş verdiyini və hətta həbsxanada həkim tələb etdiyini və həkimlər də müəyyən təhlillər verməsi gərəkdiyini söyləyiblər. Hətta Ələsgər Məmmədli həyat yoldaşı ilə danışarkən bir neçə gündür ki, yemək yeyə bilmədiyini də söyləyib. Yəni, istədim ki, bunu da sizlərə, bu məlumatda sizlərə verim, dostlar. Çox maraqlı bir məlumat var. Mən əslində Azərbaycanla bağlı xeyli sayda məlumatlar var. Çalışıram buradan belə öz diqqətimi çəkəm və Azərbaycan mediasının çox da yer vermədiyi məsələlərə diqqət ayıram. O yüzden Ələsgərlə bağlı məlumatı tam olaraq verdim. Çünki baxıram, arama verdim. Bir-iki sosial şəbəkədən başqa bununla bağlı geniş yazı yazılmayıb ki, Ələsgəri hamımız tanıyırıq və Ələsgər Azərbaycan mediasında sivil toplum örgütləri, yəni qeyri-hökumət təşkilatları arasında kifayət qədər sayğı duyulan biri idi. Yəni bugün səsini duyurmaq hər bir jurnalistin boynunun borcudur. Keçək xarici xəbərlərə. Sudanda ordu bölümləri çevik dəstək qüvvələrinə məxsus Çin istehsalı olan CH-95 PUA-sını vurublar və məlumata görə PUA Türkiyə istehsalı Akıncı PUA ilə vurulub və bu da çox böyük bir rezonans gətirib. Sudan sosial şəbəkə və onlara yaxın medialardan oxuduğum bilgilərə görə bunu paylaşıram. Və bu arada Türkiyənin Afrikada çox böyük atılımları var, çox böyük işlər görür, həm eğitim, həm askeri, həm iqtisadi olaraq və Türkiyə tərəfindən eğitilən, donatılan Somali ordusu terrorla mücadilə operasyonlarında Türk ürətimi təchizat və kamuflaj kullanmaya davam edir. Videodan da görürsünüz və demək olar ki, ordunun zabitlərin içərisində xeyli sayda Türkiyədə eğitim alıb dönmüş insanlar var. Yəni Afrika xalqı bu günə qədər gələn Avropalıların onları sömürdüyünü və onlara heç bir şey vermədiyini artıq görməyə başladılar. Türkiyə isə getdiyi hər yerdə öncə eğitimlə,
və yəni oradakı insanların öz məmləkətinə verimli olması üçün onları eğitir, hər türlü dəstək verir. Bu yüzdən də türk bəklənəndir ifadəsini qəribsəməməmiz lazım. Azərbaycanla bağlı da maraqlı bir fikir var. Xocavənd və Şuşanın 3 kəndinə növbəti köç başlayıb və 33-34 ildir vətənindən ayrı düşən köçkünlər artıq evlərə hazır olduqca dönürlər. Biriləri Azərbaycanda belə bir fikir formalaşdırır ki, sanki qaçqınlar yerinə dönmək istəmir, amma mayından təmizlənən ərazidə, yəni yaşamaq üçün münasib olan ərazilərdə təbii ki, heç düşünmədən insanlar geri dönürlər və o algının qarşılığında bu informasiyanı da vermək istədim. Çünki mən belə bir algı yaradılır ki, Azərbaycanda köçkünlər, qaçqınlar geri dönmək istəmir. Kesinliklə belə deyil. Təbii ki, mayınlı əraziyə kim gedər? Azərbaycan Cumhurbaşqanı Yardımçısı Hikmət Hacıyevin də verdiyi məlumatda, Hikmət Hacıyev bu yaxınlarda elə türk mediasına da verdiyi məlumatda minadan təmizlənməyən ərazilərdə savaşdan sonra xeyli sayda yüzlərlə insanımızın, özəlliklə sivil insanımızın dünyasını dəyişdiyini söyləmişdi. Bu bir təhlükəlidir və o yüzdən də torpaq geri alındı deyə həmən koşa-koşa gelib yaşayasınız deyə bir qayda yoxdur. Devlətimiz var olsun, yəni gərəkəni yapır, mayınlı tarlaları təmizləyir və xalq da yavaş-yavaş öz yurduna qayıdır və gözün aydın Şuşa, gözün aydın Xocavənd evlatların geri dönür. Ukraynanın sabiq prezidenti Viktor Yushchenko Azərbaycana gəlib və onun Azərbaycan Cumhurbaşqanı İlham Əliyevlə bir görüşünü gördüm. Əslində keçmiş siyasətçiləri bilmirəm, nədənsə şəklinə baxanda keçmiş siyasətçiləri özləmiş kimi oldum. Və yəni mən siyasətçi deyəcəm, nədənsə mən siyasətçilərin içərisində artisti, başqa alandan olanları görəndə bilməyə qəribə gəlir. Çünki ciddiyyəti qalmayan bir siyasi dünyamızda siyasətçiləri görəndə sevinirəm. O siyasətçilərin yürütdüyü siyasəti bəyənsəm də, bəyənməsəm də, ümumiyyətlə mən bütün alanlarda, sənət dünyasında həqiqi sənətçiləri görmək istəyirəm. Bugün onu görə bilmirik. Siyasət dünyasında ciddi siyasətçilər görmək istəyirəm. Bugün nə yazıq ki, onu görə bilmirik. Çox az biri qalıb. İdman sahəsində ciddi siyasətçilər idmançılar görmək istəyirəm, onu da görə bilmirik. Məsələn, xarica bir baxın, dünən kişi olanlar bugün mən də qadınam adı ilə idman sahəsinə sızır. O qədər qeyri-ciddi etdilər ki, bir də bunların içərisində FETÖ-dan aranan, hazırda Amerikaya yerləşən bir basketbolçu da var ki, qadın basketbol takımına müraciət edərək mən də sizin kimi özümü qadın hiss edirəm, burada oynaya bilərəm deyib. Yəni, dediyim budur ki, bu ciddiyyətlərdə qalmayıb. Bugün həm də 17 avqustdur. 1999-cu il Marmara depremindən 27 il keçir. Və bugünü mən hər zaman belə buramda qəhərbi olaraq xatırlayıram. Mən o zaman Azərbaycandakı Millət qəzetində işləyirdim. 98-ci ildə seçimə girmiş və seçimi ikinci partiya olaraq bitirən Milli İstiqlal Partiyasına bağlı olan media orqanı idi və ən çox satılan, eyni zamanda ana müxalifətin qəzeti olan Millət qəzetində işləyirdim. Sumqayıtdan gəldiyim üçün səhər tez erkən gəlirdim və redaksiyaya çatanda heç yadımdan çıxmır. Hardasa 9-a 15 dəqiqə qalmış idi. Əli Quliyev vardı, bizdə işləyirdi. Mən də Sevil Ülvi ilə gəldim. Sevil Ülvi yəqin xatırlayar, buradan da onu salamlayıram. Və Əli Quliyev bir böyük bir deprem olduğunu, bu gecə hardasa İstanbulun dağıldığını demişdi və Əli ağladı. Biz də hönkür-hönkür ağladıq və hətta Sevillə mən bir-birimizə sarıldıq. İndi də o günləri xatırlayanda, onda belə bu qədər internet yayğın deyildi və günlərlə səhifə-səhifə yazdıq və Allah bir daha yaşatmasın dedik. Maalesef ondan sonra Türkiyədə bir neçə dəfə deprem oldu və hamısında eyni duyarlılığı göstərdi Azərbaycan xalqı. Çünki ət dırnaqdan ayrılmaz. İstanbulda olan Azərbaycanın, Bakıda olan İstanbulun canını təbii ki, Türkiyənin canını təbii ki, yaxacaq. Bir daha depremdə kaybetdiyimiz o canlar üçün başsağlığı verirəm.
və nə qədər zaman keçsə də o acılar unudulmur. Bu arada Türkiyə Mavi Vətən yasasını Ekim ayında rəsmiləşdirəcək deyə bir xəbər oxudum. Mavi Vətən yasası Türkiyənin dənizdəki haqq və mənfəətləri üçün hüquqda tək bir çərçivədə düzənləməyə amaçlayan dəniz yetki alanları kanunu çalışmasıdır. İnşallah keçər və Türkiyənin bu yasa da Türkiyənin Akdənizdə gücünə daha çox güc qatar ki, bu gərəkən bir yasadır. Mən hesab edirəm ki, bu hətta gecikmiş bir yasadır, olması lazımdır. Burada bir video qoyacağım, baxın, yəni 1 dəqiqə 15 saniyəlik bir videodur. Erzurumspor tərəfdarlarının Bozqırd işarəti yaparaq İstiqlal marşını oxumasıdır. Ahmetsporla Diyarbakırda bir futbol oldu, oyun oldu. Erzurumsporun 2 gol atdığı topu hakimlərin ədalətsizliyi tərəfdən qəbul olunmasa da, mən hesab edirəm ki, bu oyunun qalibi elə Erzurumspordur ki, bu arada Erzurumspora bir Azərbaycandan da bir Qarabağ futbol klubundan bir oyunçu gəlmiş. Bir Azərbaycan Türk olaraq aynı zamanda Erzurumsporun kazanması için, çempiyon olması için dua edenlerdenim. Biraz da yeni pərəstlik etdim. Ama hələ ilk oyundur. Erzurum'da inşallah daha çok gol atarlar. En azından bir kısmı sayılmasa da bir kısmını yeni hakimler saymaq məcburiyyətində qalar. Buradan da Erzurumspor ve taraftarlarına salam olsun. Çok güzel bir videodur. Buraya koyuram. Yəqin ki dinləmək istərsəniz səsini də açıq qoyuram. Buyurun dinləyin. Ya muhteşemse Erzurumspor ve taraftarı, eşk olsun. Arkadaşlar Netanyahu'nun Likud Partisi'nin seçiminde çok garip şeyler olur. Tel Aviv'de bilirsiniz Netanyahu seçime gelir. Bu seçimi de kazanmak onun hayatta qalma amacıdır. Çünkü seçilmeyeceği təqdirdə başına gələcəklər yaxşı bilir. Odur ki buraya bir video koyayım. Önce istirsiniz bu videoya bakın, sonra bunu danışaq. Netanyahu'nun yaptıklarının Hitler'den geri kalır yanı var mı? Netanyahu şunu bil, gidicisin, gidici. Benjamin Netanyahu is a war criminal. Deməli bu adam Cumhurbaşkanı Erdoğan'ın, Hamene'nin, Müştabanın, Hizbullah'ın lideri Naim Kasım'ın ve Mamdani'nin, yani bilirsiniz Amerika'da bir Müslüman ilk belediye başkanıdır. Zöhran Mamdani'nin resmini koymuş ve deyir ki onlar Netanyahu'nun kaybetmesini istəyir, kazanmalarına izin vermeyin diye hardasa yalvarır. Yani bu adamlardan istifadə edərək təkrardan Yahudi xalqını qandırıb, oy alıb seçilmek istəyir. Yeni saxtakarlığına devam edir. Bu adamın her şeyi zaten saxtadır, bilirsiniz. Ve seçim kampanyası döneminde de bile durmadan
qətliama davam edir, durmadan insanların evinə saldırtdırır. Yəni buna bir siyasi partiyada deyil. Mən inanıram ki, bir gün tarix bunun Likud partisini Likud terror örgütü olaraq tarixə keçirəcək və bunu da məsələ bu iyrənc, bu utanc verici olaylardan qurtulmaq üçün Yəhudi xalqının özü etmək zorunda qalacaq. Çünki başqa cür bu ləkə bir ömür boyu bütün Yəhudi xalqının omuzunda gəzər. Bu arada Trump'ın da çox qəribə bir açıqlaması var. Açıqlamanın olduğu kimi yazmışam. Burada sizə bunu oxumaq istəyirəm. Mən istəyirəm ki, biri diqqətlə qulaq asasınız. Deyir ki, bir numaralı hədəf İranın heç bir şəkildə nükleer silaha sahib olmayacağıdır və hər zaman da olacaqdır. Bu konuya göstərdiyiniz ilgi üçün təşəkkür ederiz. İranda böyük bir iş başardık. Donanmaları battığı uçakları belə yox. Ya belə adamın bir dediğini tutmur. Tweet atıp ve tweetten başka da birinci tweetini buraya koydum. İkinci tweetinde de deyir ki, her şeyi yok ettik. Nəyi yok etmişler hələ də bəlli deyil. Bu arada İran Məclis Başkanı Muhammed Baqirinin də cavabı üzr istəyirəm, Baqir Qalibafın da cavabı gec qalmayıb. Deyir ki, bu savaşı həm askeri həm də siyasi açıdan gerçekten kazandık. Bu ABD ordusunu yok ettiğimiz anlamına gelmiyor. ABD ve İsrail-İran etkileri 9 hədəfə bizə ilan etkiləri, üzr istəyirəm, 9 hədəfə bizə saldırdı. Ancaq bu hədəflərin heç birinə ulaşmadılar. Bu ABD və İsrail üçün böyük bir yenilgidir. Diplomasi alanında varılan anlaşma da bizim üçün bir qürur və diplomatik zəfərdir. Yəni ən azından İran da burada belini arxaya yerə qoymur. Amerika'da, ama İran Amerika'dan fərqli olaraq demir tam olarak qarşı tərəfi bitirmişik. Ama bu Trump'ın neçənci açıqlamasıdır. Yəni siyasetin bayaq dediyim kimi siyasetin belə qeyri-ciddi döneme girdiği bir zamandır. Və o kadar qeyri-ciddi döneme girmişik ki bu çox qəribə bir şeyler olur. Mesela İngiltere'de bir şey olmuş, Politika gazeti yazır. İngiltere Başbakanı Andy Burnham Beyaz Sarayda genel sekreter sifətiyle biriyle Süsivilleslə sanki danışırmış kimi onu taklit eden biriyle uzun bir müddət mesajlaşmış ve bir şeyler danışmışlar. Sonra bundan şüphələnincə İngiltere'deki Washington'daki daha doğrusu Büyükelçiyə bu haqda bilgi vermişler. Düzdür, yazışmanın içi belli değil. O da Beyaz Saray ile görüştü ve böyle bir adamın olmadığını ve hiçbir danışıq aparmadıklarını deyiblər. Bayaq dediyim kimi yani bu şeyi de qeyri-ciddidir. Yani insanların siyasi dünyanın artık o kadar qeyri-ciddi olduğunu ve artık biz neye inanıp neye inanmayacağımızı bilmirik ve qeyri-ciddi bir dünyada yaşayırıq. Sürü psixologiyasına qatılıb gedərsən, hətta mənim bugünkü köşəmdə Bakıda geniş yazmışam. Buradan da izləyicilərimə deyirəm. Barın Ajasdakı köşə yazımını mütləq oxuyun. Onun səsli variantında qoyuruq biz. Səsli variantını da dinləyin. Çünki orada mən sürü psixologiyasını yazmışam. Əslində bu siyasətin bu yerə gəlməsi sürü psixologiyasının nəticəsidir və dünyanın hər yerində sorğulamayan, onlara uydurulub önlərinə sürülən sənətçi, siyasətçi, idmancı, akıl hocası, ne bileyim bilim dünyası falan filan bu alanda birini seçirlər və ora aidiyyət olmayan adamları sürü psixologiyasına kütləyə təqdim edirlər. Onlar da sürü halında bunu qəbul edir. Çünki sorğulamırıq, oxumuruq və nəticəsi də bu olur. Mən burada mesela Pezeşkiyanın bir açıklaması vardı. İran Cumhurbaşkanı Məsud Pezeşkiyan İsrail tüm Orta Doğu'yu kaosa sürüklədi. Çocuklarımıza yatırım yaparak düşmənin topraklarımıza saldırmaya cesaret edemeyeceği bir güce ulaşmalıyıq. Baxın, artık Pezeşkiyan da bununla, İran ne kadar muhafazakar, ne kadar kapalı bir cemiyet olsa da Pezeşkiyan da bununla yeni bir neslin tükenmesine işaret verir ve deyir ki ne edip evlatlarımızı, değerlerimizi Siyonizmin elindən almalıyıq, yoxsa gələcəyimiz yox olacaq. Və bu Türkiyə və Azərbaycan üçün də biz bunu dəfələrlə deyirik. Şəxsən mən dəfələrlə yazılarımda, köşəmdə, bütün çıxışlarımda bunu deyirəm. Çünki bugün
silahdan da, bugün aclıqdan da, bugün xəstəlikdən də daha təhlükəli budur. Biz torpağımız işğal oldu, onu geri aldıq. Pandemidə bir xəstəlik yayıldı dedilər, ondan bir qurtulma olur. Amma bir dəyərlər yox edilərsə, böyük kiçik yeri qalmazsa, gəncliyimiz hələ bir tərbiyəsiz bir gənclik yetişərsə, bu ölkə üçün çox böyük bir təhlükədir. Bunun artıq önü alına bilməz və mən də hesab edirəm ki, İran Cumhurbaşqanı Azərbaycan əsilli, Türk kökəlli Pezeşkanın bu çağırışına bütün Türk dünyası və İslam dünyası qatılmalıdır. Çünki həqiqətən çox ciddi bir problemlər var. Bəlkə sizin üçün bugün həfifə gələ bilər, amma biz bir nəsli kaybedərsək uzun bir sürə, bugün tarixdə məsələn bəzi xalqlar var ki, adını belə artıq unudublar. Bəzi fikirləri, bəzi kəlmələri, məsələn hamımız Latın əlifbası filan deyirik, Latın, amma kim idi bu Latın və bunlar kim idi, hardadılar deyə bilmirik. Çünki bəzi millətlər bax belə gəncliyini qoruya bilmədiyi üçün, örfünü, adətini, dəyərlərini qoruya bilmədiyi üçün, birilərinin oyununa gəldiyi üçün yox etdi və o yox edilmə üzrə olan dəyərləri qorumaq hər bir dövlətin boynunun borcudur və ordularla, ekonomi ilə yıxa bilmədiklərini mənəvi dəyərlərlə yıxarlar və bir oyanarsan ki, səndən tarixdə heç nə qalmayıb. Və bir gözəl bir xəbərlə bitirmək istəyirəm. Antalya Əmniyyət Müdürlüyündə görevli atış eğitməni Osman Dəmirtaşla Polonya'da düzenlenen 2026 İTBA Avrupa Şampiyonası'nın militari kategorisinde Avrupa çempionu olub. Onu buradan təbrik edirəm. Silah Türk'də isə bunu unutmayın. Qorxmanız lazım bence. Türk'ün elinde bir silah varsa heç bir savaşı, heç bir yarışı kazanabilmeyeceğinizi anlamalısınız. Bu ilk değil, bundan dəfələrlədir ki, hem Türk askerleri, hem polisleri, hem de eyni zamanda Azərbaycan askerleri bu tip yarışlara katılınca çok büyük nəticə əldə edirlər. Yəni bu Türk'ün alın yazısı asker olmaq, savaşmaq, vətən qorumaqdır. Bayaqki xəbərdə dediyim kimi bizi silahla, siyasətlə, ekonomiyle yox edə bilməyincə dəyərlər əlimizdən alınır. Qızlarımızı erkekleştirirlər, erkeklərimizi qızlaşdırırlar, amma nə qədər də bunu etsələr də bunun hər ikisində tam yox, yarımçıq olur və bir nəsil lüt qavmına dönərsə məhv olub gedər. O yüzden hamımız, təkcə devletlərimiz deyil, hər birimiz bundan sənə nə, istədiyini geyinər, istədiyini edər kəlməsindən artıq qaçınmalıyıq. Bugün hər birimizin üzərinə böyük bir sorumluluq düşür. Hamımız var gücümüzlə dəyərlərimizi qorumağa mahcumuq, yoxsa gələcək nəsillər məzarımıza gəlib bizə tüpürəcək. Mən bununla bağlı əlimdən gələni yapmağa çalışıram. Bəzən tək qalıram, bəzən linç yeyirəm, amma əsla doğru olandan vaz keçmirəm. Çünki bu mənim bir xanım olaraq, eyni zamanda xalqımın bir nümayəndəsi olaraq, düşünə bilən bir insan olaraq mücadilə verməm gerəkən bir yoldur. Manqurtlaşanlar bizi anlaya bilməz. Manqurtlaşmayanlara salam olsun. Susmayın. Susanlar da dilsiz şeytandır deyiblər. Bəzən manqurtlaşmayan insanlar var ki, susurlar. İnanın siz manqurtlardan daha betər təhlükəlisiniz. Sağ olun.